Bugün Sözdələndə beynimizin ən sirli və ən yaramaz qonağı haqqında sənə danışıram. Adı dopamin olan kiçik, lakin güclü bir molekul. Onu çox vaxt xoşbəxtlik hormonu adlandırırlar. Amma bu biraz ədalətsizlikdir. Çünki dopamin sadəcə xoşbəxtlik gətirmir. Daha çox o xoşbəxtliyin axtarışı ilə məşğuldur. Dopamin bir dirijordur, lakin konsertin özü deyil. O bizi həyatda hərəkətə gətirən, motivasiya verən əsas neyrotransmitterdir. Yəni, dopamin beynimizin iki əsas neyron arasındakı kiçik boşluqdan, sinapsdan keçərək məlumatlar bir neyrondan digərinə ötürən poçtalyonları və ya kimyəvi xəbərçiləridir. Təsəvvür et ki, açsan, yemək istəyirsən. Dopamin dərhal beynin mükafat yolu adlanan xüsusi bölgəsinə bir mesaj göndərir. Bu bölgədə ventral tegmental sahə, yəni həvəsləndirmə mərkəzi və nukleus accumbens adlanan ləzzət məntəqəsi kimi əsas iştirakçılar olur. Dopaminin həmin mərkəzi göndərdiyi mesaj belə olur. Axtar, tap, get o yarpaq dolmasını ye. Bəh-bəh, mesajın özü belə dadlı deyəm. Nəysə, qayıdaq dopaminə. Dopaminin əsas işi axtarış davranışı yaratmaqdır. O sənə hər hansı bir mükafat gözlədiyin zaman yüksək enerji verir. Elə ki, dopamin gördü ki, mükafatını almısan, başlayır toy-bayram, atəşfəşanlıq eləməyə. Bu, o mükafatı xatırlamağın və gələcəkdə onu yenidən axtarmağın üçündür. Dopamin əslində bir növ təlimatçıdır və sənə deyir, bax, bu yaxşı idi, təkrar et. Problem ondadır ki, bu kimyəvi mexanizm milyon illər boyu bizim sağ qalmağımız üçün formalaşıb. Yəni, təhlükədən qaçmaq, yemək tapmaq və sosial əlaqələr qurmaq kimi fundamental ehtiyacları təmin etmək üçün. Lakin dopaminin bir zəif tərəfi var. O yeniliyi və gözləntini çox sevir. O mükafatın gələcəyini dəqiq bildiyimizdən daha çox qeyri-müəyyən, sürprizlə gələn mükafatlara daha güclü reaksiya verir. Məhz bu xüsusiyyət dopamini müasir dövrün ən böyük şeytanı ilə tanış edir. Səncə şeytan deyəndə nəyi nəzərdə tutdun? Əlbəttə ki, sosial şəbəkələr. Təsəvvür et əlindəki telefonu hər dəfə yoxlayanda, ekranı sürüşdürəndə, scroll edəndə beynin qədim bir ovçu kimi davranır. Görəsən orada mənim üçün bir şey var? Bu sualın cavabı hər dəfə fərqli olur. Bir dəfə bəyənmə, like, bir dəfə şərh, komment, bir dəfə isə heç nə. Bu kazinolardakı qumar maşınlarının işləmə prinsipinə çox bənzəyir. Dəyişkən mükafat cədvəli. Sosial media platformaları bu elmi əsasları mükəmməl öyrəniblər. Onlar bizim dopamin sistemimizi xüsusi olaraq hədəf alırlar. Onlar bilirlər ki, hər dəfə telefonu götürəndə gələn qeyri-müəyyən bəyənmə və ya şərh bildirişi bizim dopamin səviyyəmizi kəskin şəkildə artırır. Bu bizə qısa müddətli, partlayıcı bir xoşbəxtlik hissi verir. Ancaq diqqət et, bu yenə də xoşbəxtliyin özü deyil. Xoşbəxtlik gözləntisinin yaratdığı motivasiyadır. Tədqiqatlar göstərir ki, sosial şəbəkələrdə pozitiv rəy aldığımızda beynimizdəki mükafat yolları, yəni dopamin yolları aktivləşir. Məsələ bundadır ki, dopaminin qəfil yüksəlməsindən sonra beynimiz daxili tarazlıq adlanan sabit vəziyyətə qayıtmağa çalışır. Düşün ki, o qışqırır. Çox həyəcanlıdır, kimsə temperaturu aşağı salsın. Bu tarazlığı bərpa etmək üçün beynimiz dopamin reseptorlarının həssaslığını azaldır. Nəticə, biz getdikcə eyni qədər həzz almaq üçün daha çox bəyənmə, daha çox paylaşım və daha çox vaxt tələb edirik. Mütəmadi həddindən artıq stimullaşdırma nəticəsində bizim dopamin səviyyəmiz ilkin xəttindən də aşağı düşür. Bu, yorğunluq, narahatlıq və hətta depressiyaya bənzər simptomlar yarada bilər. Biz özümüzü pis hiss etməyə başlayırıq və bu pis hissiyyatdan qaçmaq üçün nə edirik? Telefonu götürüb yenidən sosial mediaya giririk. Bu bir növ dopamin dairəsi yaradır. Sanki çarxın içərisində fırlana-fırlana qalırıq. Yaxşı, indi məndən soruşa bilərsən ki, sosial şəbəkələrin yaratdığı bu dopamin tələsi problemini necə həll edə bilərəm? Deməli, digər 3 xoşbəxtlik hormonu ilə tanış olmalıyıq. Serotonin, oksitosin, endorfin. Serotonin özümüzü vacib və əhəmiyyətli hiss etməyimiz üçün cavabdehdir. Məsələn, bir işi uğurla bitirdikdə və ya bir hədəfə çatdıqda aktivləşir. Sosial mediadan fərqli olaraq bu bir daha uzun müddətli bir məmnuniyyətdir. Oksitosin bağlanma hormonu kimi tanınır. Dostlarla fiziki təmas, real söhbətlər və ya sevdiyiniz birini qucaqlamaq zamanı ifraz olunur. Bu stabil və etibarlı sosial əlaqə yaradır. Tədqiqatlar göstərir ki, sosial media əlaqələri oksitosin ifraz etsə də, real əlaqənin yaratdığı faydanı əvəz edə bilməz. Endorfin isə ağrıkəsici və əhval-ruhiyyə qaldırıcı təsirə malikdir. Məsələn, fiziki məşqlər, gülmək və ya sevdiyimiz musiqiyə qulaq asmaq zamanı ifraz olunur. Buradan aldığımız nəticə odur ki, dopamin bizi ovlamağa və axtarmağa, digər hormonlar isə bizi tapmağa və birləşməyə kömək edir. Sosial şəbəkələr dopamini yüksək dozada, ancaq boş və tez keçən bir formada təklif edir.
Lakin bizim beynimiz stabil, real və uzun müddətli məmnuniyyətə ehtiyac duyur. Həqiqi həyatda qazanılan uğurlar, sevdiyimiz hobbilər, dərin söhbətlər və hətta sadəcə təbiətdə gəzinti beynimizi daha balanslı şəkildə mükafatlandırır. Hə, dopamin səni orada gözləyir. İndi gedib yarpaq dolmasını yeyə bilərsən. Nuş olsun. Sözlənilən layihənin veb-saytından və Coffeeal platformasından dəstək olanlara onların adlarını vurğulamaqla təşəkkür edirəm.